Saç tökülməsinin bir neçə səbəbləri ola bilir. Birinci səbəb mütləqdir ki, D vitamini yoxlanılsın. Mütləqdir. Əgər sizdə D vitamini balansı azdırsa, siz saça nə edirsiniz eləyin, dünyanın harasından nə gətirib əkirsiniz, əkin, düzəldin, o saç qalmayacaq. Çünki birinci növbədə D vitamini balansı normallaşmalıdır. Bu bir. D vitamini düzələndən sonra artıq bizim çox gözəl reseptlərimiz var. Çox gözəl. Bax, mən bir neçəsini deyirəm. Deməli, saç diblərinə təsir göstərən, oranı qıcıqlandıran və həmin hissənin, saç dibinin qanlanmasını və qanla təchizatını yaxşılaşdıran gözəl bir bitki var. Xiyərək bitkisi. Mən özüm bax getdim Şamaxıdan. Şamaxıya çatmamış orada Sabir kəndi var. Orada da bizim bir lavanda bağımız var. Yayda inşallah hamımız gəlin bir baxın. Gözəl bir bağ salmışıq. İnşallah mən elə oradan canlı yayımlar da eləyəcəm. Allah qoysun inşallah Sabir kəndində. Bax oradan xiyərək bitkisini özüm yığdırdım, gətirdim, qəşəng qurutdum və ondan gənəcərsək yağında ekstrakt elədim, yağ hazırladım. Xiyərək yağı. Çox gözəl təsir edir saçlara. Saçlara vuran kimin saç dibinə müəyyən qıcıqlandırıcı təsir göstərir. Hardasa belə deyərdik, bir ilə qədər tökülmüş saçları bərpa eləyir. Bir ildən çox tökülmüşlərə çox güclü təsir eləyə bilmir. Bir ilə qədər varsa onlara bərpa eləyə bilir. Saçları sıxlandırır. Saç tökülməni dayandırır.